qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. And içirəm şəfəqə, geciyə və onun ağuşuna aldıqlarına, bədirlənmiş 14 gecəlik aya, siz mütləq haldan hala keçib dəyişəcəksiniz. Onlara nə olub ki, iman gətirmirlər və onlara Qur'an oxunduqda səcdə etmirlər. Əksinə, küfr edənlər haqqı yalan sayırlar. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ. İman gətirib yaxşı işlər görənlər istisna olmaqla. Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.